Komandan quru qoşunlarının hazırkı komandanı general-polkovnik Hikmət Mirzəyev də mənimlə birgə əskərlərin sırasında hərəkət edirdi. Globalinfo.az məlumat verir ki, bunu Vətən müharibəsi qəhrəmanı general-mayor Zaur Cavanşir yazıb. O, 44 günlük müharibədə keçdiyi döyüş yolu ilə bağlı xatirələrini bizim.media ilə bölüşüb. Onun sona dək getməkdə qətiyyətli olduğunu görərək dedim, cənab komandan, siz geri komanda məntəqəsinə qayıdın. Biz onsuz da həmişəki kimi bir neçə saata təyin edilmiş həddə oturacağıq. Bu yolu keçək, ondan sonra qayıdaram. Döyüş düzülüşündə olan bütün bölmələr Cəbrayıl-Füzuli yolunu Süleymanlı kəndinə tərəf keçdikdən sonra biz demək olar ki, düşmənin müdafiə xəttinin arxasına keçmiş olurduq və düşmən Füzuli rayonunun Qarğabazar və Cəbrayıl rayonunun Arakül kəndləri istiqamətindən girərək arxamızda olan yolu bağlaya bilərdilər. Ona görə də tabeliyimdə olan 5 tankın mayor Almuradovun komandiri olduğu taborla yolun Füzuli və Cəbrayıl istiqamətlərinə mövqeylənərək düşmənin bütün fəaliyyətinin qarşısını almaq və yolun bağlanmamasını təmin etmək tapşırığını verdim. Biz hərəkət etdiyimiz Daşkəsən kəndindən Süleymanlı kəndinə doğru uzanan dərənin eninin təxminən 1 kilometr idi. Cəbrayıl tərəfdən gələn asfalt yol dəriyə enərək 500 metr sonra yenidən Füzuli istiqamətində yoxuşa qalxırdı. Tabor 2 hissəyə ayrılaraq 3 tankla Füzuli istiqamətinə, 2 tankla Cəbrayıl istiqamətinə mövqeylənməyə başladı. Mən yenidən komandanın geri getməsini təkidlə bildirdim. O, sonunda razılaşdı, Zaur, şəxsi heyəti qoru, ancaq nəyin bahasına olursa olsun, bugün bizimkiləri qarşı tərəfə, Ərgünəş dağı silsiləsi, Hadrutun şərq kənarındakı yüksəkliklər nəzərdə tutulurdu, keçirməlisən. Oldu, sizi uşaqlar geriyə, maşına qədər müşayiət etsinlər, qaydarlar, dedim. Yox, denən Sendkat gəlsin, elə buradan gedərəm. Bura gəlsə, vura bilərlər, cənab komandan, biraz geridən minsəniz daha yaxşıdır. Yox, görsəydilər, bayaqdan atardılar, qoy gəlsin bura. Mən rabitə ilə komandanın zirəhli avtomobilini çağırdım, gələcəyi yeri və gələrkən təhlükəsiz yerdə dönmə edərək, geri-geri gələrək komandanı götürməsini izah etdim. Sendkat zirəhli avtomobil dediyim kimi bizə yanaşdı və komandan mənimlə görüşərək zirəhli avtomobilə əyləşdi. Zirəhli avtomobil yerindən tərpəndikdən bir an sonra düşmənin K-19 topundan atılan mərmi düz avtomobilin dayanmış olduğu yerə düşdü. Düşmən bizi görərək atəşə tutduğuna əmin idim. Avtomobil sürətini artıraraq təpənin arxasına keçdi. Növbəti mərmi Füzuli istiqamətində mövqeylənməyə çalışan tankın gülləsinə dəydi və tankı səfər vəziyyətində idarə edən, səfər vəziyyətində sürücü mexanik başını lükdan çıxararaq ətrafı daha yaxşı görərək idarə edir, sürücü mexanik həlak oldu, əlavə edib.